Salamlar uşaqlar. Bugün səsli videomdur. Niyə səsli video elədim? İki təkər ayarıma görə. Bugün nələr eləyəcəyik? İki təkər məşhur iki təkər ayarımı verirəm. Yəni bu 16 barmaq zətdə olmur. Sadə belə, yəni 16 barmaq olmayanlar da olur da. Deməli, paradokumuz belə eləməlisiniz. Sadədir, uşaqlar iki təkər var. Zog ayarı ən əsas ayar, ən çox fikir verin, baxın. Ən çox fikir verdiyiniz budur. İki dənə şey var. Bir dənəsi budur. İndi bundan çıxaq. Bir dənəsi də uşaqlar, baxın. Həbdə baxın təkərlər. Mən burada təkərlərin demək olar ki 75-71 falan da 70'dir. Siz bunlar 100 olmalıdır. Yəni cebində mən 100 eləyəcəm. Təkərlərin təzəsini alacam. Motor qisminə gələndə 10'luq motor. Offroad lastiği. Bu qoyda yağışın səsinə bax. Offroad lastiği və fisiyo. Son. Demək bir də 150 like-da bu yamağın videosu gələcək. Baxın. Baba de bunun. Bunun videosu gələcək. Bu yamağın videosu gələcək. Sonra 200 like-da həmin o videoya 200 like gəlsə bu yamağın videosu gələcək. Həmin o videoya 250 like gəlsə buradakı baba bu yamağın videosu gələcək. Həmin o videoya 300 like gəlsə bu altdakı var ya, altda baxın. De bu balaca olan, balaca hissədə yerləşən şey. Onun videosu gələcək. 300 like-da. Bir də belə bir şey. Arxaya yamaq yığmağımızı deyəcək də. Bir də həmin o bir də bu yamaq vardı. Bu yamaq, baxın bir də bu yamaq biraz əziyyət verir. O yamaq 350-də gələcək. Bu yamaq. Bu yamaq isə 350-də gələcək. Baxın bu da bu. Bunda bir damcı da olsa əziyyət var. 350 like-da gələcək. 350 like-da gələcək. Keçək məşhur iki təkər ayarına. 150 like gəlmədi, amma yeni paylaşıram. Demək, göstərdim. Vites kutusu 342 fisiyo. Tamam. Gedək indi təkərimizi təzələyək. İlk təkərimizə başlayaq. Yəni sağ rejis eləyin, amma o təkərlər təptəzə olmalıdır. Təptəzə. Bir də drift modunda olmalıdır. Uyda. Getdik. Gedək təkəri təzələyək. Bir də drift modda sür. Drift mod olmayanda bir də maksimum sürətiniz 40 olmalıdır. 40'da yəni ən idealı 40'da qalxır. Ən ideal üç təkərlər 40'da qalxır. Uşaqlar, BMW-yə verdiyim qırdı ayarı gələcək. Onu 500 like-da verəcəm. BMW-yə şeyə yox. Nədir? Maşına indi yazmış kimi qırdı videosu gələcək. Maşın adı nə idi yadımdan çıxdı. Həm də maşının ayarı çox dəhşət belə. Necə deyim? Maraqlı, idealdır. Onu verəcəm 1500 like-da. 1500 like-da gələcək onun videosu. Çırpıdıq bağırasa. Nəysə. İndi eləyək bunu drift mod. Ofisiyon. Get. Aha. 40'da saxlayın. Bu sürəti mən qoymuşam 40'a. Görürsünüz. 40'dadır sürət. Getdik. İndi al iki təkər. Gəlin indi. Gözləyəcəm bu alışsın. Rol qaldı. Gördük. İdeal dediniz budur. Qoyun damcı yerə alışsın təkər. Bir damcı alışsın sonra. Görürsünüz belə yanından eləyir. 40'da ən ideal sürət 40'da iki təkərlərdə. Yəni bütün iki təkərlərdə ən ideal sürət 40'dır. Ay da aşmasaydı nə olacaqdı axı? Bu bizim
canavarımızın iştəşər ayarı budur. Yəni ideal bu iştəşər ayarı qaldırana bilənədir. Yəni konkret qaldıra bilənədir. Gördünüz yerə alışdı. Gördünüz nə ideal qalxır. Yəni iştəşər ayarı qaldıra bilənlər üçündür. Məsələn, mənim xalqıma bu iştəşər ayarını vermişəm. Həmişə aşırdır da. Yəni özünə də buradan səslənirəm. Həmişə aşırdırsan Yusif. Həmişə. Həmişə ha. Baba gördünüz? Yəni mən bu professional neçə il ki bu zibilin üstündə əziyyət çəkirəm. Hələ də ideal iştəşər qaldırdığım düz oldu. Amma bununla bir türlü yəni qaldıra bilmişəm. Amma o da bu tak elədi. O durdu bax o. Bir damcı. Yəni siz istəsəz, yəni belə geniş yollarda, yəni konkret. Yəni istəsəz TikTok-a zara girib hamıya hava ata bilərsiniz. Çox qəşəng qalxat. Buradan o bəzi insanlara səslənirəm mənim o videomda. Ay nə bilim çalıb yazanlara, nə zibil yazanlara, hamısı pox deyirlər, başa düşdünüz? Ağıllı olsunlar hamısı. Hə, mənim o editdə əziyyət çəkdiyimi bir də mən bilirəm də Allah bilər də. Orada o yazılarda zibil yazıları, o edit şəxsinin özünə aiddir. Yəni o editi, o boyda oradan mən video kəsitlərindən 1 saatlıq mahslardan yəni ayıram. Böyle ideal yəni o maçları mən o ideallardan ayıram yəni qısacası. Ağıllı olsun amma. Oturun yerinizdə. O videonu da mən elədikdən sonra adısıqla götürüb mənim videomu paylaşıb. Hər şey sağ olsun.